Salam, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisi. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, e-maili, yəni son nöqtə olaraq Azərbaycanda belə bir düşüncə, şuur altı belə bir metaforizm yaxud bir ifadə yeridilib ki, hər kəs təhsil almalıdır. Baxırsan, bir çox qeyri-etik bir ifadə var, amma acı reallığı deyir, iki eşyənin arpasını bölə bilmir. Dirəşiblər, bu tupoy da bu lom, keçmir də gir kimi taxtadır. Və nəticə olaraq da bu insan ortada son etapda, son mərhələdə müsbət cəhət yox, ancaq mənfi. Gedirsən imtahandan kəsilirsən, gedirsən orada gedirsən kəsilirsən və bunu hər hansı bir sahəyə yönəltmirlər ya da gedir kəsilir, qalır ortalıqda. Ya gedir küçədə dayanan, tində dayananlardan çeçenka saç, siqaret tamaqda, avara həyatı, yaxud məhv olur gedir. Kislatadan, uksuzdan 5-6 stəkan, yaxud zəhərdən, siçan zəhərindən zaddan öldü, bir məsələ var, deyək ki, orbacor oldu, getdi. Daha bunun arxasını düşən yox. Bunu apar bir də maşın, belə deyək, təmiri ilə bağlı peşəyə qoy, kulinariya sahəsindən, ümumən bütün sahə, yaxud IT sahəsindən kompüter biliklərini artırıb, yaxud dil öyrənsin. Bu yoxdur. Ancaq mənfi. Birinci, əksər ailələrin savadsız olmasından qaynaqlanır. Geniş düşüncə yoxdur. Belə. Ümumən hər şeyi təbii ki, ən azından orta təhsil olmalıdır ki, yaxud orta təhsil varsa, kim deyir ki, sənə tupoysan, bədbəxt lom olmalısan. Xeyr. Təhlil elə, araşdır. Şərt o deyil ki, ali təhsilin olsun, olmasın, amma araşdır. Övladın üçün araşdır. Ki, o səndən soruşanda sən utanc, yaxud gülünc vəziyyətinə düşəndə içindən daxildən sənə ayıb olsun, sənin kimi ananın, yaxud atasına, ya da anasına kimi ifadə səslənməz. Bu qədər. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yazabilirsiniz, yaxud şərh bölməsinə fikirlərinizi qeyd edə bilərsiniz.